Yəni insanın axirətdə uğur qazanması imansız və əməlsiz ola bilməz. Bu açıq aydın xusran sayılır. Necə ki Allah Teala buyurur: "Mən ya'mal su'an yuczabih." Yəni kim bir pis əməl edərsə onun qarşılığını görəcəkdir. "Və la yecid lehu min dunillahi veliyyan və la nasira." Və o özü üçün Allahdan başqa heç bir vali, yəni havadar və yardımcı tapmaz. "Və men ya'mal minas-salihati min zakarin aw unsa və huve mu'min, fe ulaika yedhulunal cennete və la yuzlamuna naqira." Yəni kim salih əməl edərsə, kişi və yaxud da qadın mömin olduğu halda, iman gətirdiyi halda onlar cənnətə daxil olacaq və onlara əsla zülm olunmayacaqdır. Yəni Quranda da əməllərə görə mükafatın verilməsi haqqında çoxlu ayələr vardır. Yəni insanın əməli onun rahatlığına və yaxud da ziyana uğranmasına səbəbdir. Yaxşı əməl onun rahatlığına, pis əməllər onun ziyana uğranmasına səbəbdir və qiyamət günü də insan əli ilə qazandıqlarının nəticəsini biçəcəkdir, dərəcəkdir. فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا. Yəni Allah Teala buyurur ki, bu gün, yəni qiyamət günü heç kəsə əsla zülm olunmayacaqdır. وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ. Və yalnız etdiklərinizin qarşılığını görəcəksiniz. Və Quranda əməllərə görə mükafatın olması açıq aydın zikr olunur. Həm cənnət əhli haqqında və həmçinin cəhənnəm əhli haqqında. Allah Teala cənnət əhli haqqında buyurur ki: "Liyecziyellezina amanu və amilussalihat ulaika lehum mağfiratun və rizqun kerim." İman gətirib salih əməl edənləri mükafatlandıracaq. Onlar üçün məğfirət və gözəl ruzi vardır. Və digər ayədə isə buyurur ki: "Fəəthəbəhumullahu bimə qalu." Allah Teala dediklərinə görə, söylədiklərinə görə ağacları altından çaylar axan cənnətlərlə mükafatlandırmışdır. Xalidinə fiyhə, onlar orada əbədi qalacaq. Və dəlikə cəzaul muhsinin, və bu da muhsinlərin, yaxşı əməl edənlərin mükafatıdır. Yəni burada əlavə bir fayda olaraq bu ayədən, yəni diqqətlə fikir versək görərik ki, fəəthəbəhumullahu bimə qalu. Yəni Allah Teala dediklərinə görə, danışdıqlarına görə, söylədiklərinə görə onları cənnətlə mükafatlandırmışdır. Başqa ayədə, yəni həmən surədə buyurur ki: "Vəlu'inu bimə qalu." Onlar dediklərinə görə, söylədiklərinə görə lənətləndilər. Və bu ayədə dediklərinə görə mükafat oldu. Burada isə yəni danışıqlarına görə, söylədiklərinə görə lənətləndilər. Deməli, cənnət də, cəhənnəm də elə bil ki, insanın danışıqlarının bir nəticəsidir və bu da onu bildirir, insan danışığına fikir verməlidir. Deməli, onlar o kəslərdir ki, qəlblərini təmizləmişlər, iman və tövhidlə və həmçinin əzalarını isə salih əməllərlə təmizləmişlər. Və buna görə də cənnət onlar üçün olmuşdur. Onların mükafatı nəyə görə? Həm qəlblərini və əzalarını təmizlədiklərinə görə. Cənnətu adnin təcri min təhtihəl ənharu xalidinə fiyhə və zəlikə cəzəu mən təzəkkə. Adin cənnətləri, ağacları altından çaylar axan adin cənnətlərində onlar əbədi olaraq qalacaqlar. Və bu da təmizlənənin mükafatıdır, təmizlənənin. Yəni qəlbini çirkabdan və əzalarını da asiliklərdən təmizləyənlərin mükafatıdır.